UEFA Çempionlar Liqasında mübarizə aparan Qarabağ 3-cü turda Atletiklə qarşılaşacaq. Komandamız oyunun keçiriləcək Bilbao şəhərindəki San Mames stadionunda məşqə çıxıb. Qeyd edək ki, ilk iki oyunda qalib gələn komandamızın hesabında 6 xal var. Atletikin isə xal qazana bilməməsi bu oyunun prinsipallığını daha da artırıb. Elə baş məşqçi Qurban Qurbanov da görüşün əvvəl təşkil olunan mətbuat konferansında bu amilə diqqət çəkib. Rəqibin bu qarşılaşmaya daha istəkli çıxacağını qeyd edən təcrübəli mütəxəssis komandamızın da maça ciddi hazırlaşdığını bildirib. Vacib oyundur. Əlbəttə ki, çox yaxşı komandaya qarşı oynayırıq. Oyun üslubu olan bir kollektivdir. Çox dinamik, çox sürətli, həm müdafiədə, həm hücumda çox aqressiv oynayan bir kollektivə qarşı oynayacağıq. Və bizim təcrübəmiz xeyli artır, ildən ilə artır. Bilirik, rəqib çox istəkli olacaq və istəkli də hətta bu oyunda çox qalib gəlmək istəyir ki, xal fərqini yaxşılaşdırmaq üçün. Hər bir halda bilirik ki, bizim üçün meydanda çox hərəkət etmək lazım olacaq və çox düşünmək lazım olacaq. Və inşallah çalışacağıq, möhkəm olaq meydanda, daha yığcam olaq və ən azından bu cür rəqibin, belə deyək, tempinə davam gətirə bilək. Və belə inanıram ki, ən azından azarkeşlərimiz bizim göstərdiyimiz oyundan, mübarizədən razı qalacaqlar. Qarabağın müdafiəçisi Kevin Medina da qarşıdakı oyunla bağlı fikirlərini bildirib. O, Atletikə qarşı layiqli mübarizə aparmağa çalışacaqlarını deyib. Xatırladaq ki, Qarabağ səfərə tam heyətlə yollanıb. Qurban Qurbanov heyətlə bağlı da danışıb. Yankoviçlə bağlı tam komanda ilə məşq eləyir. Ola bilər ki, bəlkə öz idman formasından biraz uzaqdır, amma hər bir halda çalışacaq ki, onun təcrübəsindən istifadə etməyə, amma hələ ki, dəqiq qərar verməmişəm ki, ilk dəqiqələrdən yoxsa sonradan. Nərimanla Durana gəldikdə, hər ikisi hal-hazırda yaxşı idman formasındadır. Özlərini həm oyunlarda, həm məşqlərdə yaxşı tərəfdən göstərirlər. Yəqin ki, meydana dəqiq bilinəcək oyun başlarındakı kimi çıxacaq.